Hər vaxtınız xeyir olsun yoldaşlar. Dövlət İmtahan Mərkəzinin blok sınaq test topusundakı 19-cu sınağın izahına baxaq. Birinci sual. Yerinə görə yazışı və deyilişi eyni, mənaları müxtəlif olan, lakin amonim olmayan sözləri müəyyənləşdirmək lazımdır. Damar sözü həm düşünə bilər, insanda olan damarlar mənasında, o vəziyyətində damar sözün özüdür. Həm kökən başlanğıc forması, həmçinin dammaq feilinə ar, zaman şəkisi qoşmanla işlədə bilərik. Bunların deyilişi və yazılışı eynidir, bir-birinə münasibətdir. Hər ikisinin vurğusu sona düşmüş olur. Amma birinin başlanğıcı damdır, birinin başlanğıcı damardır. Başlanğıc forma fərqləndiyinə görə amonim deyil. Gələcək sözü. Bu da eyni düşünəcəyin bir sözdür. Həm isim kimi düşünə bilərsən, gəl sözün kökü əcək leksik, həm də feil kimi əcək qrammatik. Başlanğıc formalar fərqlənmiş olacaq. Ona görə bunlar hər hansı bir amonimlik yaratmırlar. Xülasə sözü. Vurğuya görə mənası dəyişir. Xülasə isim ola bilər, həmçinin modal söz ola bilər. İsim olanda vurğu düşür sonuncu hecaya və səs uzanması var. Xülasə. Modal olanda vurğu düşür birinci hecaya və səs uzanması yoxdur. Fikir versəz, bunların yazılışı arasında heç bir sıxıntı yoxdur. Amma sözlərin deyilişində fərq var. Bu deyiliş məsələsində bəzən qatırlar. Yazılış və deyiliş arasındakı fərq deyil. Xülasə sözündəki səs uzanması və ya birinin vurğusunun sona, birinin vurğusunun əvvələ düşməsi yazılış və deyiliş arasında fərq deyil. Bu sözlərin bir-biri ilə münasibətində tələffüz fərqidir. Yəni, xülasə isminin tələffüzündəki fərqlə xülasə modal sözünün tələffüzündəki fərqdir. Ona görə bunu atacaqsan kənara. Və gəlir sözü. İsim kimi işlədə bilərsən, feil kimi işlədə bilərsən, eyni vəziyyətdir. Yazılış, deyiliş eynidir, mənalar müxtəlifdir, amma başlanğıc forma fərqlənir deyə amonimlik yaratmır. Qoşma sözü. Qoşma sözü işlədə bilərsən həm feil kimi, həm də müxtəlif məqamda işlənə bilər. Yəni, bu söz həm qoşma şəklində düşünə bilər, feil kimi, həm də qoşma şəklində işlənə bilər. Yəni, vurğunu sona salacağın vəziyyətdə. Amma bu sözün amonimliyi var. Yəni, biz buna amonim olmayan söz deyə bilmirik. Qoşma sözünün özünün bütövlükdə amonim ola biləcək tərəfi olduğuna görə bunu kənara ata bilirik. Çünki həm qoşma qoşulmuş mənasında sifət ola bilər, qoşma niksəsi var, qoşma şeir janrı var, ona görə ata bilərəm bunu kənara. Düzdür sözü. Bunu həm düzdürmək feili kimi düşünə bilərik, həm də dediklərin düzdür, doğrudur mənasında sifət kimi düşünə bilərik. O zaman da dırın rısı düşür və fikir versən, bu sözlərin birinin başlanğıc forması düzdür, biri isə düzdür, rınandır. Yəni, bunlar arasında tələffüzündə yenə fərqli məqam olmuş olacaq. Cavab olar B variantı. 2. Kökə isim başlanğıc forması sifət olan sözlər. Döyüşkən sözündə sözün kökü döymək feildir. İgidlikdə sözün kökü sifətdir. Burada sözün kökü dost isimdir. B-də verilən nümunədə sözün kökü qorxmaq feilidir deyə bu cərgəmizi pozur. Sonra C-də verilən nümunədə sözün kökü çökmək feilidir. Bu da şərtimizi pozur. Sonra D-da verilən nümunədə kökü şirin sifətidir. Bu da şərti pozur. Tamahkar. Tamah sözün kökü isimdir. Tamahkar sifətdir. Ev isimdir. Evdəki sifətdir. Cəsarət isimdir. Cəsarətli sifətdir. Frazeoloji birləşmədir, lakin mənası düzgün şərh edilməyib. Bunu istəyir bizdən. Bəkdən boşdan çıxmaq hansısa bir, nəysə yaşamaq, təcrübəli olmaq, təcrübə qazanmaq mənasındadır, bu qaydasındadır. Cana gəlmək, sevinmək deyil. Bu ola bilər kökəlmək, ola bilər bezmək mənalarında. Can bəsləmək, özünə qulluq eləmək, canına qulluq eləmək mənasındadır. Əmək sərf eləmək deyil. Duruya çıxartmaq hansısa bir məsələni, hansısa bir sıxıntısı, problemi olan adam ola bilər, nəsə ola bilər, onu aydınlaşdırmaq mənasında ola bilər və yaxud da ki, kiminsə doğru düzgün tərəflərini müdafiə eləmək mənasında olmuş olacaq və kiməsə izah eləməyə çalışsan ki, bu adam səhv deyil, doğru biridir. Daman almaqda qaçmaq mənasında cavab olar B. 4. Klasteri tamamlayacaq sözlər. Sözün kökü şəkilçinin qoşulmasından dəyişmişdir. Fəsil sözüdür. Yönlü kal şəkisi qoşanda kökdə düşmə var. Yarpaq sözündə fikir versənmi, q ilə də saat gəldiyinə görə ğıya keçib. Gəncə sözündə kökdə fərqi yoxdur. Narazılığın kökündə fərqi yoxdur. Kəpənək sözüdür. Saat gəldiyinə görə k-yə keçib. Alın sözüdür. Mənsubiyyət gəldiyinə görə orada dəyişmə var. Cavab 1, 3 və 4-də verilən fikirlər. 5. Altına xətt çəkilən hərəkət bildirən sözlər əsasında. Bax, hərəkət bildirən sözlər əsasında dediyinə görə rahatca bunu ata bilərsən. Zəhər sözü isimdir. Şəxsə görə dəyişənlər təsniflənən feillərdir. Yəni, A-da, D-də və E-də verilən nümunələr təsniflənən feillərdir. Şəxsə görə dəyişmiş olur. C-də verilən isə məsdərdir, ismin və feilin xüsusiyyətini daşıyır. Həm sadə, həm də düzəltmə, həm də mürəkkəb kimi düşünüləcək saylar. Bundan sonra cavabın elə özləri də veriblər. 10 sözü sadə ola bilər, onlarla ola bilər, 110 ola bilər. Fikir verdin?
Müxtəlif sürüşdə də bildik. 100 sözü, yenə 100 sadə, 110 mürəkkəb, 100-cü də düzəltmə. 93 sadə olmaz, xeyli. Bunu düzəltmə söz əmələ gəlmir bundan. Çoxuldakı sadə variantda işləmir. 7. Cümlələrdəki əvəzliklərlə bağlı yanlış fikirləri istəyir bizdən. Qeyri-müəyyən əvəzliklər deyir. Birinci verilən nümunədə heç nə var və hər şey var. İkinci verilən nümunədə hamı o var. Birincinin hər ikisi qeyri-müəyyən əvəzlikdir deyə bu doğrudur. İkincidə isə həm işarə əvəzliyi var, həm də qeyri-müəyyən var. Quruluşlar müxtəlifdir? Xeyr. Hər ikisi quruluşca mürəkkəb olan əvəzliyimizdir. Suala cavab verirlər, bəli, hər ikisi. Suala cavab verməyən əvəzliklər sual əvəzliklərdir. Biri zərfə əvəz eləmişdir, heç biri zərfə əvəz eləməyib. Biri leksik mənası olmayan sözlə işlənib, bəli, üçün qoşmasından işlənmişdir. 8. Quruluşu və məna növü eyni, tərkibi müxtəlif olan sifətlər. Qırmızı olmur da, düzdürmü? Qırmızı deyilən bir şey yoxdur. Ona görə qırmızı sözün köküdür. Qəhvə, qəhvəyi, bənövşə, bənövşəyi, narınc meyvəsi var, ondan da narıncı, enlikürək mürəkkəbdir, ağıl, ağıllı. Bax, quruluşu və məna növü eyni olsun deyir. 2, 3, 5-də verilən nümunələr quruluşca düzəltmədir və rəng bildirmiş olurlar. Ona görə cavab olur E. Ağıllı sözü düzəltmə olsa da bura qata bilmirsən, çünki rəng bildirmir. Enlikürəklə qırmızı sözlərinin quruluşu fərqlidir. 9. Hansı cümlənin tərkibində zərfin məna və quruluşca bütün növlərinə aid nümunə işlənmişdir? Biz axşam çağı kənddə uşaqlarla dostcasına xeyli söhbət etdik. Axşam çağı mürəkkəb, xeyli, sadə, dostcasına düzəltmə. A. Cavabımız ödəyir. Onlar axşamlar asta-asta gah aşağı, gah yuxarı gedirlər. Burada düzəltmə zərfi yoxdur. Axşamlar sadə, asta-asta mürəkkəb, aşağı-yuxarı sadədir. İdmançılar günorta orada həvəslə xeyli məşq etdilər. Burada günorta mürəkkəbdir, orada sadədir, həvəslə düzəltmədir. Eləcə də xeyli sözdə sadədir. Burada həm A variantı, həm də C variantı bu sualımızın cavabıdır. Yayda kənddə olanda yaşıdlarımızla bir qədər oynadıq. Yayda və bir qədər sözləri var. Burada düzəltməsi yoxdur. Ara bir mürəkkəb burada da sadədir. Düzəltmə yoxdur burada. 10. Altından xətt çəkilən hansı sözü yerinə görə qoşma hesab etmək də etməməkdə olar? Bu kimi nümunələrdə intonasiya fərqinə diqqət etmək daha asan cavab tapmanıza şərait yaradar. Bax. Sürücü, rayon mərkəzinə kimi aparacaqsınız? Bu vəziyyətdə olur, sual əvəzləyir. Sürücü, rayon mərkəzinə kimi aparacaqsınız? Bu halında da qoşma oldu. Öz yoldaşlarımızdan sonra danışaram. Nə vaxt danışaram? Sonranın yerinə dəyişə bilərsən. Sonra öz yoldaşlarımızdan danışaram. Bir də öz yoldaşlarımızdan sonra danışaram bu vəziyyətində. İndi Kəlbəcərə kimi avtobusla gedə bilərik? O intonasiyanı verəndə görürsən ki, kimi sözü tək başına işlənmir, demək yalnız qoşmadır. Turaldan başqa mütəxəssis haqqında soruşmadıq. Bir də Turaldan başqa mütəxəssis haqqında soruşmadıq. İki cür düşünmək ola bilər. 5 də eyni məntiqdə də özün tətbiq edərsən. Buradakı ilə bir mənalı qoşmadır, başqa da bir şəkildə düşünə bilməz. 11. Madam ki, güya ki, sanki sözlər üçün ortaq cəhət. Bunların hər biri köməkçinin hissəsidir, yalnız qrammatik mənası var. Fikrin təsir gücünü artırmaq ədata aiddir. Bunların heç bir ədat deyil. Və bunların heç biri, demək, vergül tələb eləmiş olmurlar. Madam ki, bağlayıcı, güya ki, sanki modal söz olaraq vergül tələb eləmiş olmurlar. Cümlənin müxtəlif yerlərində işlənə bilirlər. Qrammatik məna çaları yaratmaq qoşmaya da olan şeydir. Bunların heç biri qoşma deyil. Təyin mürəkkəb adla ifadə olunan cümlə. Demək, rayonumuzun ağsaqqalı Musa baba gənclərə xeyir dua verdi. Burada Musa baba müftədadır. Səfər edib kim? Rəcəb Tayyib Ərdoğan. Hansı Rəcəb Tayyib Ərdoğan? Türkiyə Respublikasının prezidenti. Bax, cavab olur bu. Mürəkkəb ad təyin rolundadır. Demək, C-də verilən nümunədə müftəda rolundadır. D-də xəbər rolundadır. E-də də yenə müftəda rolundadır. 13. Hansı nümunədə sintaktik əlaqələr cümlə özləri arasında deyil? Cümlə özləri arasında olmasını istəmir bizdən. Elə bir nümunə axtarmaq lazımdır ki, mübtəda xəbər, tamamlıq, səhvlik və ya təyinin xəbərlə, təyinin mübtədanla bu kimi əlaqələr olmasın da. Azərbaycanın ən etibarlı sədaqət dostlarından birisiniz. Burada cümlə bütövlükdə xəbərdən ibarətdir. Əlaqə də fikir verirsəz, ismi birləşmənin komponentlərindədir. Azərbaycanın dostlarından birisiniz. Hamısı bir yerdə bir cümlə üzvüdür. Uzlaşma, idarə, yanaşma həmçinin burada da tabi-isti əlaqəsi var. Azərbaycan gözümdə nurdur. Bax, gözümdə nurdur. Azərbaycan. Mübtəda xəbər var. Demək, burada cümlə özü arasında olur. Qurban olum nəyə? Daşına, torpağına. Burada tamamlıq var, təyin var, xəbər var. Getdi. Xoşbəxt vətənimin övladıyam. Hansı vətənimin? Xoşbəxt vətənimin. Burada təyin yanaşma əlaqəsindədir.
Bakı, hansı Bakı? Sevincə qərq olan Bakı. Burada da təyinlə mübtəda arasında yanaşma əlaqəsi var. 14. Hansı cümlələrdə şəkilçilərin ixtisarı yalnız həmzə sözlərlə bağlı deyil? Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır. Birdə verilən nümunəni nəzərə ala bilərikmi? Bax, yalnız həmzə sözlərlə bağlı deyil. Lazımdır nə? Azadlıq və müstəqilliyə sahib olması. Burada verilən nümunədə şəkilçi ixtisarı yalnız həmzə sözlərlə bağlı deyil məsələsi ödənmir. Bizə lazımdır ki, həm həmzə sözlərlə bağlı olan məsələ olsun, həm də olmayan olsun. Burada bir tərəf var. Ona görə bunu götürmürsən. 2. Həyatın gözəl olması üçün əxlaq və düşüncəmiz gözəl olmalıdır. Bax, gözəl olmalıdır nə? Əxlaqımız, düşüncəmiz. Burada həmzə mübtədalar ixtisarını görə bilirsən. Orada ımız mənsubiyyəti ixtisar olunubdur. Həmçinin gözəl olmalıdır. Baxsan, mürəkkəb cümlənin komponentlərində də ixtisarı var. Yəni, xəbərlik deyirəm, şəxs sonluğu ixtisar olunmuşdur. Həyatda əsl sərvət məhəbbət, əsl yoxsulluq təkəbbürdür. Burada sadəcə mürəkkəb cümlə ilə bağlı ixtisar. Bir 4-ü götürəsən də, ata xəzinədir, qardaş dayaqdır. Burada mürəkkəb cümlədə ixtisar olunub. Dost isə həm xəzinədir, həm dayaqdır. Burada da həmzislərlə bağlı ixtisar oldu. 15. Cümlənin tərkibindən hansı ifadə çıxarsa cümlənin quruluşu dəyişir. Adətən bu kimi nümunələrdə ikinci tərəfin mübtədasına baxa bilərsiniz. Görsən, ikinci tərəfdəki mübtəda var. Bunu çıxartdın. Ümid insan ruhunu həqiqət aləminə aparan nurdur, həm də insanı yüksəldən həqiqətdir. Olacaq təmizsiz xəbərli sadə cümlə. 16. Hər iki nümunə üçün eynidir. Demək, birinci vasitəsiz, ikinci vasitəli nitqdir. Hər ikisi üçün eyni olan nədir? Məzmun. Çünki məzmun cəhətdən eyni şeydir. Duruş hərləri açıq-aydın görürsən də, birində qoşa nöqtə, dırnaq var, tire var, amma digərində yoxdur. Forma fərqlidir. Biri vasitəsiz, biri vasitəli formasındadır. Vasitəsiz nitqin yeri. İkinci vasitəsiz deyil axı. Ümumiyyətcə bu da belə getdi. Müəllif sözlərinin yeri. Burada müəllif sözləri 2 yerdə işlənmişdi. Kiçiklə. Burada isə sadəcə bir yerdə işlənmişdi. 16 idi bu, 17. Cümlə ilə bağlı doğru fikirlər. Demək, 2 məqamda ümumiləşdirici sözdən istifadə edilmişdir. Bax, bir bu. Şərqi Zəngəzur iqtisadi rayonu. Bir də ki, işğaldan azad olmuş bəzi rayonlarda. Bu rayonlarda ifadəsində görə bilirsən. Demək ki, həm əvvəldə, həm də sonda var. Vergül şairləri yalnız həmzə sözlərlə bağlıdır. Yanlışdır. Çünki bir sözdür, ara sözdür. Orada ara sözdən sonra da vergül işarəsi qoyulmuşdur. Tel işarəsi yəni bağlayıcısını əvəz edilə bilər. Xeyr, əvəz edilə bilməz. Ümumiləşdirici söz sonda gələndə əvvəlinə tirə qoyulur. Yəni bağlayıcısını əvəz edilə bilmir o vəziyyətində. Yekunlaşdırıcı sözdən istifadə edilməsə duruş şairlərindən bir azalar. Bəli, yekunlaşdırıcı sözümüz bir söz, ara sözdür. Bunu çıxardası olsan vergül də gedəcək. Hansı feillər həm əmr, həm də xəbər şəklində düşünmək mümkündür? Köçür sözündəki ıra əgər zaman şəkilsi desən xəbərdir, leksik desən əmr şəklindədir. Oxut sözü heç bir halda xəbər şəklində ola bilməz. Çünki orada zaman şəkilsi yoxdur. Qaraldın sözü. Bunu ikinci şəxsin təkində düşünsən, sən qaraldın. Bu zaman xəbərdir. Əmr şəklində düşünsən, siz qaraldın. İkinci şəxsin cəmində. Sonra yenə sən düşür idin. Bir də bunları düşürdün əmr şəklində. Aparaqdakı əmr və arzuda işlədə biləcəyiniz bir nümunədir. Cavab olar 18-də A variantı. 19. Ədəbi dilin yalnız bir normasının pozulduğu cümlə istəyir bizdən. Yalnız ağır tanklar mərkəzi küçələrdə öz bədəheybət tırtıllarla yolları ovuşduraraq sağa sola hərəkət edir de olmalıdır. Burada həm qrammatik, həm fonetik norma pozulur. İş və zaman nisbətini müəyyən edərkən işin keyfiyyətinə əsas götürməli siniz olmalıdır. Siz yox. Çünki siz onun tələffüz versiyasıdır. Yazıda isə siniz şəklində yazmaq lazımdır. Ona görə cavab olaraq B. Burada sadəcə fonetik norma pozulmuşdur. Osmanlılar bu simvolun bəzədiyi bayraq yanında bir çox ərazini yox, əraziləri şəklində olmalıdır. Qrammatik normanı pozulmuşdur. Osmanlılar bu simvolun bəzədiyi bayraq yanında yox, bayraq üstündə, bayrağa görə bir çox ərazini fəth etdilər mənasında. O da bu da leks normanı pozmuş olur. Artıq Çin imperatorluğunu məhv olmaqdan, onun ortası əsirlikdən hər kəs yox, heç kəs xilas edə bilməzdi. Həm leksik norma, həm də ki, fonetik normanın pozulması vardı. Sona xanım Axundzadənin qətiyyətli 2 dənə yığınan olmalıdır. Demək, Axundzadənin yüksək rolu olmuşdur. Yüksək rol yox, böyük rol olmuşdur. Burada həm fonetik, həm də leksik norma pozulmasını müşahidə etmemiz mümkündür. 20-də cümlədəki fərqləndirən doğru işarələr əsasında müqayisə etmək lazımdır. Əvvəl qəlbini işıqlandır. Oradan zülməti, kini, nifrəti, mərhəmətsizliyi qov. Demək, tabesiz mürəkkəb cümlənin komponentləri arasından qoyulmuşdur. Xeyr, burada verilən duruş işarələri hər biri həmcins üzvlər arasında işlənmişdir. Sadəcə birinci həmcins xəbərlərə görə qoyulmuşdur. İkinci isə
həmcins tamamlıqlara görə qoyulmuşdur. Ona görə 1-də və 4-də verilən yanlışdır. Hər ikisi də həmcins üzvə görə qoyulmuşdur. Cavab olacaqdır 20-də 1 ilə 4. 21. Hansı cümlənin tərkibində sabit söz birləşməsindən və tabisi əlaqəsindən istifadə edilmişdir? Bax, A-da verilən nümunədə hər hansı bir tabisilik əlaqəsi yoxdur. Onu çox rahat şəkildə tapa bilərsən. Necə də C-də verilən nümunədə tabisilik əlaqəsi yoxdur. B-də verilən nümunə. Kisənin həddini artıq doldurmaq, onun yırtılması yaxud tamam parçalanması ilə nəticələnir. Burada tabisilik əlaqəmiz var. Amma sabit birləşmə, yəni frazeoloji birləşməmiz yoxdur. Sonra E-də verilən nümunədə də yenə frazeoloji birləşməmiz yoxdur. Bədbəxt etmək mürəkkəb fe'li və frazem strukturunda deyil. Cavab olardı. Üzə çıxarmaq frazeoloji birləşməmizdir. Burada da həmcins üzvlərimiz var. 22. Mənası düzgün verilməyən sözləri müəyyənləşdirmək lazımdır. Təmkin təkrar etdirə öyrətmək mənasını ifadə eləmiş olmur. Çünki təmkin sözünün mənasında ifadə təkrarlı anlayışı olmur. Yəni nəsə bir şey öyrənmək mənası deyil. Təmkin daha çox soyuqqanlıq, özünü ələ ala bilmək qabiliyyəti mənasındadır. Düzgün verilməmişdir. İsrarlı. İsrar tələbkar mənasını ifadə eləmiş olmur. Çünki israr hər hansısa dediyi bir şeydə necə deyim, dönməz olan, hər hansısa bir irəli sürdüyü fikri müdafiə edən, dediyindən dönməyən, təkid mənasını ifadə eləmiş olur. Tələb mənasında deyil. Tənasüb, mütənasiblik, bunlar uyğunluq mənasındadır. İstisna isə ümumi qaydadan kənara çıxmaq deməkdir. 23. Mağazada münasib qiymətə kitab aldı. Kitab sözü təkdədir. Bu təkdə olduğuna görə sən bir çox və bir sıranı oraya yaza bilməzsən. Çünki onlar izah etdiyi sözü yalnız cəmdə tələb eləmiş olurlar. Yalnız və yalnız cəmdə işlədə bilirsən onlar. Ona görə cavab olur ki, yerdə qalanlarsa yaza bilirsən. Hansı fikirdə cümlədəki sözlərin hər hansı birinə aid ola bilər? Hərəkəti izah edir. Bax, tənha işləyirdi. Necə, nə tərzdə işləyirdi? Var. Fikrə münasibət bildirmiş olur. Modal söz olaraq burada bir şeyimiz işlənməyib. Leksik mənası yoxdur. Hamısının leksik mənası var. İsmi əvəz eləmiş olur. O işləyir, kim işləyir? İsmi əvəz edir. İndiki zaman bildirir. İşləyir, idi. Buradakı da hissəcikdir. Və 2 ilə 3 atırsan, yerdə qalanlar şərtimizi ödəyə bilir. 25. İnsan üçün ən təmiz olan xəzinə bu qoca dünyada ləkasız, qüsursuz yaşamaqdır. Bax, xəzinə fikir versən cümlənin mübtədasıdır. Və cümlənin xəbərində əgər məsdər fe'l sifət varsa, o zaman hamısı bir yerdə cümlənin xəbəri kimi tərkib yaratmaq qabiliyyətini formalaşdıra bilir. İnsan üçün ən təmiz olan da fe'l sifət tərkibi təyindir. Demək, bəzi cümlə özləri söz birləşməsinə ifadə olunub, doğrudur. Baş üzvlərdən birinin təyini var, doğrudur. Xəbərin ifadə vasitəsi fe'li birləşmədir. Baş üzvlərdən biri adlı qalda olan isimlə ifadə olunmuşdur. Bəli, xəzinə sözü. Həm ismi, həm də fe'li birləşməni ifadə olunmuş cümlə üzvlər. Burada ismi birləşməni ifadə olunan üzv işlənməmişdir. Hal şəklisi qoşulanda kökü dəyişir. Nəsil sözünün kökü dəyişir, fəsildə də dəyişir. Amma könül sözündə mənsubiyyət olanda dəyişmə olur. Daha sonra həm hal, həm mənsubiyyətdə dəyişmə hansındaydı? Oğul sözündə, yoxsa şəkil sözündə? Oğul və boyun sözlərində mənsubiyyətdə düşmə olur, halda düşmə olmur. Cavab burada olar nə? 1, 3 və 6-da verilən nümunələrimiz. Sonra 27. Demək, cümləsində şərti işarələrin yerinə bərpa olma duru işarəsini Tural, vergül, yay aylarında Dilicənd dərəsində tire, Dədəbaba yurdumuzda da dincələcəyik. Birincini xitaba görə qoymuşsan, ikincini də əlavəyə görə qoymuşsan. Ona görə 2 doğrudur, bir də verilən isə yanlışdır. Vergül işarəsi qoyulmalıdır, ümumiləşdi sözlə bağlı. Xeyr, tire işarəsi qoyulur və əlavə ilə bağlıdır. Bizdən səhvləri istədiyinə görə cavab olur 1-3. Belə, ümumi bu qədər.